Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Rəqqasə Fatimə Fətəliyeva qurbağa ilə ağır xəstəlikdən xilas olduğunu açıqlayıb. Xəbər verilir ki, sənətçi gün ortası verilişində zəhərli zobla əziyyət çəkdiyini bildirib. O qeyd edib ki, Türkçəçarı yolu ilə müalicə olunub. Özümə inad olaraq dedim ki, dərman içməyəcəyəm. Qarşıma bir nəfər çıxdı və dedi səni dərmansız müalicə edəcəyəm. Qurbağa ilə etdi. 5 qurbağa boğazımda öldü. Qurbağa sayəsində dərman içmədən zəhərli zobdan xilas oldum. SOCAR İnvestisiya Departamentinin sabiq rəhbəri müavini Adnan Əhmədzadə ilə bağlı Dövlət Təhlükəsizlik Xidmətinin tədqiqata bağlanmış cinayət işi üzrə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb. Xəbər verilir ki, bununla bağlı təqdimatın Səbail rayon məhkəməsində baxılıb və qərar qəbul edilib. Qərara əsasən Adnan Əhmədzadə barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb. Qeyd edək ki, Adnan Əhmədzadə ötən ilin sentyabr ayında Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat nəticəsində saxlanılıb. Adnan Əhmədzadə iqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur.